Binəqədidə marketə silahlı basqın, saxlanılanlar var. Bu barədə reporta Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, paytaxtın Binəqədi rayonunda yerləşən marketlərdən birində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici, deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar. Bu barədə zərər çəkən tərəf polisə məlumat verib. Əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər 40 yaşlı Elnur Gələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin cinayətkar əməlləri təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib. Faktla bağlı araşdırmalar davam edir.